Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Məşdağa bilgəh yolda, tam yolun kənarında, qapısına qədər asfalt, 8 sota yaxın torpaq sahəsinin üzərində, bax gözəl belə bir həyət evimiz çıxıb satışa. 4 otaq hardasa bir mətbəxdən ibarətdir, yuxarıda da 2 mansartı var. Tam təmirlidir, sadəcə olaraq bir abaya ehtiyac var. Qaz, işıq sayğacları hamısı var və sənəd paket qupçadır. Qiymət 175 min manatdır. Reallıq olan sayıb sabit tərəfindən endirim olunacaq və onu da nəzərinizə çatdıraq ki, şəxsi tikilidir. İnşallah həyətin təqdimatını eləyək, sonra evin içərisi təqdimatını sizlərə təqdim edəcək. Evin arxa tərəfindən ilk öncə təqdimat edirik sizin üçün. Sonra evin ön hissəsinə, qabaq hissəsinə keçib təqdimat eləyəcək. Qardaşım, tam göstər evi, giriş hissəsində təqdim eləyək. Onu da nəzərinizə çatdıraq ki, 180 kvadratdır. Gəl qardaşım, qabağa zəhmət. Evin üz işləmə, həyətin hər bir tərəfində giriş hissəsində belə göl bir şəkildə işıqlandırması var. Giriş hissəsini göstərən arasından zəhmət olmasa. Və buradakı torpaq sahəsini də göstər. Və gələrsən qardaşım, buradan da evin ön hissəsini göstərərsən, zəhmət olmuş. Hətta evin ön hissəsində belə fikir verin, işıqlandırma var. Həyətin giriş hissəsində də var idi. Belə deyək də, 4 bir tərəfdən işıqlandırması var. Və həyətdə balaca belə bir basenisi var. Basen hissəsini də göstərək sizlərə. Belə balaca bir basenisi var. Səliqəli həyət bacada özü tam yolun kənarındadır. Və keçək inşallah evin içərisində təqdim edəcəyik sizlərə. Bax, buradan evin ətrafını tam rahat bir şəkildə girib çıxmaq olur. Keçək evin içərisində göstərək. Bura mətbəx nəzərdə tutulub, isti poldan ibarət. Yəni isti poldur. Burada bir otağımız var. Burada bir otağımız var. Kim istəsə, bu da isti poldan ibarətdir. Kim istəsə sağ-sağda edə bilər yəni. Və keçid eləyək, bax bura. Bax, burada bir otağımız var. Bir otağımız oradadır. Orada qarışma, narahat edəməyiz. Orada bir otağımız var. Burada belə bir zalı var, səliqəli bir zalı var. İstilik kombini fikir verin. Və qalxaq ikinci mərtəbə mansartları da göstərək. Burada kladovkası nəzərdə tutulur. Və qalxırıq ikinci mərtəbə. Qeyd etdiyimiz kimi ikinci mərtəbədə 2 də mansart ayrı-ayrı və sanujelinə qədər var. Belə deyək də. İnşallah birinci mansartı göstərək, təqdim edək. Birinci mansartımıza fikir verin. Böyle bir mansartı var. Və burada da balaca bir kladovkası var. Və gəl qardaşım, ikinci mansartımızı da təqdim edək. Böyle bir mansartımız buradadır. Fikir verin. Və sanujelini göstərək. Sanujeli var, burada bir sanujeli var. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məşdağa bilgəh yolundadır. Tam yolun kənarında, qapısına qədər asfalt, 8 sota yaxın torpaq sahəsinin üzərindədir. Evin torpağının çıxarışı var, 180 kvadratdır. Aşağıda hardasa qeyd etdiyimiz kimi 4 otaq, yuxarıda 2 mansartdan ibarətdir. Qiymət 175 min manatdır. Onu da nəzərinizə çatdıraq ki, əşyalar qalır və əşyalar çıxmayacaq. Reallıq olası ev sahibi tərəfindən endirim olunacaq. Səhifəmizi izlədiyi üçün Məşdağa Əmlak Mülki Əməkdaşlar və Rəhbərliyi adına sizlərə dərin təşəkkürümüzü bildiririk.